Herkese salam. Yeni dərs seriyamızda biz data structures və algorithms haqqında ə, ilkin biliklərdən başlayaraq həm onların teorik, həm də praktik olaraq implementasiyasını etməyə çalışaraq bu mövzunu öyrənməyə çalışacağıq. Yəqin ki, bu dərs seriyası çox uzun seriya olacaq və uzun zaman alacaq, çünki mövzu həm çoxdur, həm kontekst böyükdür və ona görə də bacardığım qədər mini hissələrə bölməyə çalışacağam. İlk dərsimizdə ümumiyyətlə nəyə görə bizə data structures lazımdır, nəyə görə algorithms lazımdır, hansı hallarda belə deyək lazım ola bilər. Düzdür, günümüzdə AI dövründə bunun nə qədər ehtiyac var, orası da bir müzakirəyə açıq mövzudur, amma normal software engineer olmaq üçün düşünürəm ki, hələ də lazım olan bir mövzulardan biridir. Birinci bunu qeyd edim ki, dərs seriyasında yəqin ki, Kotlin dili ilə implementasiya eləyəcəyik, amma yəni bu dil fərqi çox da mühüm bir fərq deyil. Hər hansı bir başqa dildə belə yazırsınızsa, eyni mövzunu başa düşüb eyni dildə, həmin yazdığınız dildə implementasiya edə bilərsiniz bunu. Yəni çətin bir məsələ deyil, əgər birində başa düşürsünüzsə mövzunu. Zaten daha çox burada məhz Kotlin dilinin funksionallığının öyrənilməsi deyil də, yəni sintaksini öyrənməsi deyil də, proqramlaşdırmanın əsasları olduğuna görə Kotlin dilində filan şey belədir deyə getməyəcək mövzumuz. Əsas mövzumuz burada təbii ki, data structures və algorithms olacaq. Birinci ondan başlayaq ki, nəyə görə ümumiyyətlə data structures və algorithms var və başlanğıc olaraq biz nələr bilməliyik burada. Əslində yaxşı olar ki, bu dərs seriyasına başlamamışdan əvvəl, əgər heç proqramlaşma dili bilginiz yoxsa, ən minimal formada olsa, proqramlaşdırmanın əsasları mövzularını bilmək yaxşıdır. Məsələn, bunlar nələr daxildir? Variablesları bilmək. Yəni, ən azından yazdığınız proqramlaşdırma dilində variablelar necə yaradılır, hansı tip dəyişənlər var, integer, float və s. bunların fərqi nədir? Belə bu kimi string və s. bunları bilmək vacibdir. Çünki bu kimi şeyləri bilməyəndə artıq digər mövzulara, yəni data structure və algoritm mövzularına detallı olaraq girmək olmur. Bundan sonra bilməli olduğumuz mövzular operatorslar ola bilər. Yəni, məsələn, müqayisə operatorları, mənimsətmə operatoru, məntiqi operatorlar, da bundan sonra shift operatorları və s. və ilaxır. Burada əsas məsələ əsas operatorlar birliyinin mənimsədilməsidir. Üçüncü, burada bizə lazım ola bilər control flowslar. Bunu çox şey adlandıra bilərik. Control flows. Yəni burada if, else, switch, case bu kimi şeyləri bilmək lazımdır ki, təbii ki, bu case'lər bizə lazım olacaq. Yəni data structure implementasiya ediriksə, if, else və s. bu kimi şeylər lazım olacaq. Bundan başqa loopları bilmək önəmlidir. Looplar burada bizə bəzi algoritmlərdə, hətta deyərdim əksəriyyətində bizə hər hansı bir listə axtarış ediriksə, sort ediriksə və s. və ilaxır. Burada biz mütləq şəkildə dövrlərdən istifadə edirik. Ona görə dövrləri bilmək lazımdır. Digəri isə nisbətən də olsa obyekt yönlü proqramlaşdırmanı bilmək lazımdır. Çünki data structures mövzularında, yəni data structure mövzularında hər hansı bir data struktur qurarkən, məsələn, linked list olsun, tree olsun və s. burada əsası onun indi baxırsınız hansı proqramlaşdırmada yazırsınız, struct-la, class-la qurulur, belə desək. Ona görə də burada obyekt proqramlaşma əsaslarını, yəni belə deyək də, bütün hər şeyini bilmək deyil də, amma əsas mövzularını bilmək gərəklidir ki, ən azından class nədir, class-ı necə yaradırıq, instanceları nədir, functionları nədir, bu kimi şeyləri bilmək lazımdır. Və həmçinin pointers mövzusunda bilməkdə fayda var. Pointerlər necə işləyir, pointer ümumiyyətlə nə işə yarayır və belə deyək də, referans tipləri və primitiv tiplər, reference və primitiv tiplər. Primitiv tiplərin proqramlaşdırmada fərqi nədir? Hansının nə kimi özünə məxsus xassələri var? Bu kimi şeyləri bilmək lazımdır. İndi bu kimi mövzulara mən açığı əlavə olaraq vaxt sərf etmək istəmədim. Çünki bizim artıq bir video seriyamız var. Kotlin dilinin sıfırdan sonra bir video seriyamız da davam edir hal-hazırda və o video seriyasında zaten ilk videoda bu dediyim mövzular
dediyim mövzuların əksəriyyəti zaten orada mən, mövzu olaraq keçmişəm. Digərləri də, yəni klasslar və sairə də 2-ci, 3-cü videolarda davam eləyir. Ona görə də yəni bu əlavə olaraq bu videonun kontekstini böyütmək istəmədim. Bu videoda əsas məqsədimiz indi bizim belə deyək də, nələri, eləyəcəyik və nəyə görə eləyəcəyik, bunu başa düşməliyik. Əsas məsələ ümumiyyətlə data structures və algorithms bizə nə qatır, nə verir? Birinci bu mövzunu danışmaq lazımdır. Burada belə deyək də, biz bunu həmişə hiss eləmirik əslində ki, hə, algoritm bizə həmişə lazımdır, biz mütləq bunu bilməliyik və s. və ilə axır. Amma bəzi hallarda bizim köməkçimiz ola bilər. Məsələn, nə kimi hallarda ola bilər bu? Məsələn, gəlin nümunə olaraq götürək. Hər hansı bir birinci algoritmdən danışaq da. Hər hansı bir sizin əlinizdə bir list var. 5-10 dənə item olan list var. Məsələn, belə bir şey götürək. 3, 5, 2, 8, 6, 13, 9 və s. Burada item azdır və məsələn, bizə tapşırılıb ki, bu siyahının içərisindən biz 8-i axtarmalıyıq. İndi burada biz bəlirli saydadır da, yəni n, yəni number sayı n, biz n-i çox görəcəyik bu mövzunu. Number sayı burada stabildir. Bilirik ki, number sayı 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Amma proqramlaşmada həmişə belə olmur. Yəni biz number sayını konkret olaraq bilirik, həmişə belədir, belə bir şey yoxdur. Məsələn, nəyə görə bunu qeyd edirəm? Məsələn, belə düşünün ki, hər hansı bir API-dən data çəkirsiniz, hər hansı bir xəbərləri göstərirsiniz, sosial şəbəkədə olan postları göstərirsiniz. Orada heç vaxt bilinə bilməz ki, sənin əlində neçə dənə item var. Çünki 1000 dənə adam da post paylaşıb 1000 dənə də ola bilər, 1 milyon dənə də ola bilər, 500 min dənə də ola bilər. Yəni bu say heç vaxt proqramlaşmada tam olaraq stabil deyil. Olan кейslər də var təbii ki, amma əksərən dinamikdir. Amma indi gəlin biz balaca nümunədən üstündən gedək. Düşünün ki, biz indi bunun içərisində bizə tapşırılıb ki, 8-i axtaraq. Yəni user düşünək ki, 8-i əllə yazır və axtarır və bizim bu 8-i ən belə sadə şəkildə, sadə təfəkkürlə fikirləşəndə tapmaq istəyəcəyimiz məntiq belədir ki, bir-bir gedib baxacağıq. Çünki kompüterə birdən-birə deyəməliyik ki, 8 burdadır. Kompüter elə işləmir. Kompüterə bir məntiqi ardıcıllıq, alqoritmik ardıcıllıq getməlidir. Yəni birinci deməliyik ki, hər hansı bir belə deyək, counter başlasın, hər hansı bir indeksləmə başlasın və proqramlaşmanı bilənlər artıq, yəni proqramlaşma əsasları mövzusunu bilənlər arraylərin sıfırdan başladığını bilir, 0, 1, 2 şəklində indeksləndiyini bilir. Təbii ki, bunun da səbəbi 0-cı indeksin əslində bizim belə deyək, arrayın yaddaşda RAM-da olduğu yerdir və hər növbəti item, hər ondan sonra növbəti item belə düşünün ki, 5 də integerin məsələn 8 baytsa məsələn həcmi, 8 bayt digər tərəfdə də üstünə gələndə həmin o 0-cı yaddaşın birinci indeksə görə, yəni 1 vurulsun. Məsələn belə deyək, bu tutaq ki, düşünək ki, bu 5-ci xanadır RAM-da, yəni bu çox basic nümunədir. 5-ci xanada budur. Digəri isə 5 üstəgəlsin 1 vur 8-dir belə desək. Yaza bilmədim burada. Hə. 5 üstəgəlsin 1 vur 8 bir növü, yəni 8 bayt o tərəfə sürüşmüş olur. Çünki birinci 8 baytda bu qalır, ikinci 8 baytdan da bu başlayır kimi düşünün. Ona görə həmişə sıfırdan başlayır ki, bu başlanğıc belə deyək, adresini bilsin. İndi mövzudan çox kənara çıxmayaq, sadəcə indi yadıma düşmüşəm, bunu da dedim bir nəzər salaq. İndi biraz buraları təmizləyək. Demək, indi burada biz heç nə bilmirik, tutaq ki, yəni algoritm və s. və ilə heç nə bilmirik. Ən sadə olaraq təbii ki, deyəcəyik ki, kompüterə get bir-bir axtar. Yəni belə deyəcəyik ki, i bərabər 0-dan başlasın və bir-bir dövrü şəkildə getsin. Yəni i bərabər 0-cını, məsələn budur, i bərabər 0 baxır ki, bu 8-ə bərabərdirmi? Deyil. Ona görə i-ni bir dənə artırır, i-ni artırır və davam edir ikinci prosedura. i bərabər olur 1. İndi birinci indeksdəki itemə baxır ki, 5-dir. Yenə bərabər deyil, yenə artırır. Üçüncü addımda 2-ni görür. 2 də yenə bərabər olmadığına görə ikinci indeksdəki yəni 0, 1,
ikinci indeksdəki də bərabər olmadığına görə yenə də bunu artırmaq məcburiyyətində qalır. Ta ki bu dövr gedir. I bərabər 3 və gəlir görür ki, mənim axtardığım 8 burdadır və ona görə də bunu artıq nəticə kimi verir ki, mən bunu tapdım 3-cü indeksdə. Cavab budur. Bu ən sadə belə deyək məntiqdir. İndi məsələ bundan ibarətdir ki, proqramlaşdırmada biz hər şeyi düzdür, bu mövzunun haqqında ayrıca video çəkəcəyik. Yəni kompleksdir, nədir, necə hesablanır və s. Amma proqramlaşdırmada hər şey saniyə ilə hesablanmır, belə deyək. Deyə bilmirik ki, məsələn bizim alqoritmimiz 5 saniyə işləyir. Belə bir şey yoxdur. Çünki kompleksini biz saniyə olaraq hesablamağı istəsək, burada kompüterə görə vəziyyət dəyişir. Yəni məsələn, birinin MacBook ən axırıncı versiyası varsa, onda həmin alqoritm 100 dənə elementin üstündən keçməyi 1 saniyə də eləyə bilər. Amma başqasının daha belə zəif kompüteri varsa, orada 100 saniyə də baş verə bilər. Ona görə də vahid bir şey lazımdır. Buna da big O notation deyirlər, ən pis hal notationu. Başqa notationlar da var, amma indi ən çox istifadə olunan odur. Amma məsələ nədir? Yəni demək istədiyim odur ki, biz burada saniyə ilə ölçmürük. Biz burada proseslərin sayı ilə ölçürük. Bir növ neçə dənə proses icra eləyir və ən pis halda neçə dənə proses icra edir. Bizim əgər düşünsək ki, n dənə itemımız var. İndi burada n 8-ə, 2, 3, 7-yə bərabərdir. Ən pis halda bu 7 dənə addım atmalıdır ki, bu listin üstündən keçib qutarsın. Düzdürmü? İndi bu ən sadə nümunədə cəmi 7 dənə addım atacaq. Bu da elə də böyük bir rəqəm deyil. Yəni elə də böyük bir problem deyil ki, bizim belə deyək də, kompüterə problem törətsin, çox yükləsin və s. Amma düşünün ki, bu say 1000-dir, 100 mindir və 1 milyondur və sizin kompüter bir dənə hər hansı bir ədədi tapmaq üçün burada 1 milyon dənə proses icra eləməlidir ki, həmin ədədi tapsın və hətta tapmaya da bilər. 1 milyon dənə elementin üstündən keçə bilər və heç o element orada olmaya bilər. Məsələ budur. Yəni burada məsələ budur ki, deməli alqoritmi bilmək nə kimi üstünlük yarada bilər bizə? Təbii ki, bunu yəni reallığı danışsaq, hər gün durub belə bir şey yazmırıq. Heç kim durub sıfırdan search-ü qurub belə bir şey yazmır. Çünki indi hər tool var. Yəni məsələn search üçün hazır toollar var və yaxud da relation database yazırıqsa, relation database-in özünün bizə verdiyi imkanlar var və s. və ilaxır. Yəni front layer-a və yaxud da hər hansı bir client layer-a gəlib hər hansı bir ağır bir logic çıxmır. İndi daha çox problem software engineering-də daha çox business logic-dir əslində. Business logic qurmaq, amma düşünək ki, yəni biz algoritm və data structures-da bilməliyiksə, burada deməli məsələ nədir? Algoritm data structures bilməliyiksə, deməli burada məsələ ondan ibarətdir ki, bəzi alqoritmlər var ki, onları bilmək məcburiyyətindəyik. Bunlar da məsələn, indiki yazdığımız alqoritmin əslində adı linear search-dür. Linear search, yəni xəttə axtarış alqoritmidir. Yəni biraz yaxşı yazamadım, buranı biraz səliqəyə salaq. Xəttə axtarış alqoritmidir. İndi bunu yazmaqda əslində məqsədim nə idi? Bu ən sadə nümunədir elə və gördüyünüz kimi, yəni bu bizim axtarış üçün əlimizdə olan elementlərin sayı çox olanda gətirib ona çıxarır ki, bizim kompüterdə çox proses icra edir və ona görə də məsələn başqa cür yöntəmlər var. Məsələn, belə bir şeyi daha yaxşı necə həll eləmək olar? Daha yaxşı necə eləmək olar? İndi kompleks mövzusuna çox girməyəcəm, amma prosesin sayını azaltmaq üçün izah edirəm ki, daha yaxşı necə həll eləmək olar? Məsələn də sizin 10 dənə, indi burada 10 dənədən getməyək, daha yaxşı olması üçün bir hardasa gedək 8 dənə elementlə gedək, 8 dənə. 8 demək, bayaqki halda biz ən pis halda 8 dənə proses icra edirik. Linear search-də 8-ci item tapmaq üçün ən pis halda düşünək ki, bu 8-ci yerdədir bizim axtardığımız. Deməli, ən pis halda 8 dənə addım atacaq bu. Amma məsələn, başqa bir alqoritmə istifadə edirik. Tutaq ki, öyrəndik ki, belə bir alqoritm var. Orada nə dəyişir? Məsələn, gəlin baxaq binary search-ə. Binary search-də belə deyək, fərqi nədir? Bizim əlimizdəki itemlar artıq sortlanmış olur. Sortlanma nə deməkdir? Yəni sıralanmış, ya azdan çoxa, ya çoxdan aza sıralanmış şəkildə olur. İndi düşünək ki, əlimizdə ədədlər var. 1, 3, 8, 12, 15, 21, neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 30, 38 məsələn. Tutaq ki, okey. Və bizə də tapşırılıb ki, məsələn, hər hansı bir ədədi tap da, olsun 21. Olsun 21-i tapmaq lazımdır. Axtardığımız şey 21-dir.
Bayaqki yolla gedəndə 1, 2, 3, 4, 5, 6 dənə addım atır, düzdürmü? Bayaqki yolla bizdə n-lərin sayı 6-ya bərabərdir. Yəni normal linear search-lə gedəsi olsa. İndi amma bizdə sıralanmış şəkildədir deyə belə bir maraqlı məsələn alqoritm var. Gəlin bunu biz indi bir dəqiqə heç bir kod yazmırıq. Əsas məqsədimiz burada sadə şəkildə prosesi öyrənməkdir ki, nəyə görə alqoritm bilirik, bil və bilməliyik. Belə deyək. Nə xeyri var bizə? Hə, indi belə bir şey fikirləşək. Belə bir alqoritm var. Deməli, nə edirik? Bilirik ki, onsuz da bu sıralıdır. Yəni, bizim axtardığımız ədəd bilirik ki, bu listin bir tərəfində qalır məntiqən baxsaq. Ona görə də həmişə bu listin ortası hesablanır birinci. Yəni, əlimizdə neçə dənə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Başda 8 dənə əlimizdə item var, düzdürmü? 8 dənə elementin yarısını hesablayırıq. Əlimizdə olur hal-hazırda indeks 4-cü. Düzdürmü? İndi saysaq 0, 1, 2, 3, 4-cü indeks buradır. Başlanğıcda buradır. Və 4-cü indeksə baxırıq. Bu, bizim axtardığımız ədədə bərabərdirmi? 21-ə deyil. Bəs bu, bizim axtardığımız ədəddən böyükdürmü, yoxsa kiçikdirmi? Bu, bizə fərq eləyir. Bilsək ki, bu kiçikdir, deməli, biz ancaq sol tərəfə baxmalıyıq. Sağ tərəfin başını buraxa bilərik. Çünki sağ tərəfdə ancaq bizim axtardığımızdan böyük ədədlərdir. Ona görə bizə lazım deyil orada axtarış etmək. Yox, əgər böyüksə, əksinə sağ tərəfə baxıb sol tərəfi skip eləyəcəyik. İndi bizdə də 21 axtarırıq deyə bu sağ tərəfə düşür. Ona görə biz artıq bir növ elə düşünün ki, bu tərəfi kəsirik və ancaq bu tərəfə baxırıq. İndi bizim ədədimiz bu tərəfdə davam edir. İndi bizdə burada da deməli bayaq necə idi? Başlanğıcımız 0 idi, axırda 7 idi. 1, 2, 3, 4, 5, 6, daha doğrusu 8-dir. Bunu 8 eləyək, daha doğrusu 8 düşünək. Okey, yəni orta 4 idi. 4-cü indeksə baxdıq, getdi. İndi amma bizdə bura 4-dür, bura 8-dir. Həmişə bunları belə deyək, toplayıb 2-yə bölürük ki, orta ədəd tapaq. 8-ni topladıq, böldük 2-yə 6 oldu. Yəni ikinci etapda bizə i verdi 6-nı. 6-nı verəndən sonra baxırıq 6-cı indeksə. 4, 5, 6-cı indeks buradır. Görürüz, bax bu hissədir. İndi 6-cı indeksdə də yenə də bizdə 21-dən 21-ə bərabər deyil, amma 21-dən böyükdür. İndi bizə lazımdır ki, digər tərəfə baxaq, ancaq bu araya baxaq. Deməli, bizim böyük limitimiz dəyişdi, gəldi bura. Balaca limitimiz də buradır, 4-dür. Ancaq bu hissə qaldı, ara hissə qaldı. Burada da indi gəlib baxsaq, 7 ilə 4, 11 bölü 2, elədir burada 5. 11 bölü 2-yə 5 də onu neçə edir? Biz tam hissəsini götürürük, i bərabərdir 5. Deməli, belə olduğu halda da, təbii ki, belə olduğu halda i bərabər 5-dirsə, biz də gəlir düşür bura və artıq axtardığımız adamın ədədi tapdıq. Yəni, burada fikir verin, 1, 2, 3 dənə addım atdıq. Bu da nə deməkdir? Maksimum 2 üstü n sayda addım bərabərdir. Baxın, bizim elementlərin sayına. Burada loqaritma, belə desək, 2 əsasdan neçə olmağı, bax, 3 olmağı bərabər 8 verir bizə. Baxın, bu, belə deyək də, bu n bizə addımların sayını verir. Loqaritma 2 əsasdan n, yəni buna deyirlər loqaritmik əslində məsələ, belə deyək, artım. Və bu deməkdir ki, məsələn, indi buradan nə çıxara bilərik biz? Bizim 64 dənə element üstündə axtarış eləməyimiz linear search-lə ən pis halda 64 dənə proses icra eləyəcək. Amma loqaritma ilə isə 2 üstü indi 64 neçəyə gəlsə, səbəbimsə 6-dır. 8, 16, 32, hə. Maksimum 6 addıma gələcək. Yəni, görün, biz bir dənə alqoritm bilməklə əslində burada nə qədər qabağa düşdük. Amma təbii ki, bunun da öz mənfisi var. Sıralanmış olmalıdır bizim siyahımız. Sıralanmamış siyahıda belə bir şey eləyə bilmərik. İndi məsələ hələ bu ən belə basic nümunədir, ən sadə nümunədir ki, burada bizim alqoritm bilməyimiz bizim üstünlüyümüzə gəlir. Biz bilməsək ki, binary search deyə bir şey var. Bunu necə eləyə bilərik, yəni necə fikirləşə bilərik? Təbii ki, bəlkə də özünüz fikirləşib məsələn bir şey tapa bilərsiniz, bu da ola bilər, amma ilkin halda bir belə deyək də, həmişə bir nəticə tapmaq deyə bir şey yoxdur. Hamı bir şey yaratmalı deyə bir şey yoxdur. Hazır gəliblər də mövcuddur həmişə. Və həmçinin data structures'lar da öz yerində əhəmiyyətlidir alqoritmlər qədər. Məsələ nədir? Data structures'lar və alqoritmlər əslində biraz vəhdət təşkil edirlər. İkisini də belə desək işlədirik. İndi biraz da data structures'lar haqqında danışaq və növbəti videoda artıq kompleks haqqında daha geniş şəkildə 1-2 video bu şəkildə davam edəcək. Belə
Kompleksdən əlavə, kompleksiyə çatmamış, indi 1-2 dənə nümunə gördük. Data structures nəyə görə bizə lazım ola bilər? Əslində çox proqramlaşma dilində artıq bunlar by default olaraq var. Özü artıq var. Məsələn, istənilən proqramlaşma dilində demək olar ki, list istifadə edirsiniz, map istifadə edirsiniz, hash map istifadə edirsiniz, linked list istifadə edirsiniz, stack, queue və s. bunları istifadə edirik. İndi bilmirəm tree olan varmı, yoxmu? Dillə görə dəyişə bilər. Yəni əsas data structures'lar olan dillər var. Amma həmişə belə deyil də. Yəni hazır data structures olmaya da bilər. Hətta sizə verilən logik elə ola bilər ki, o hazır bir data structures deyil və siz özünüz qurmalı olasınız. Onun kompleksitini hesablayasınız ki, bu alqoritm necə işləyəcək və s. Ona görə data structures'ları da bilməkdə fayda var. Və məsələn, sadə nümunə üstündən gedəsi olsaq, bizdə linked list ilə məsələn bir şey var. Yəni gəlin bunun üstündən gedək. Əslində sadə, çox da sadə deyil, amma ən azından məğzini başa düşək. Buradakı nəyə görə bizə lazımdır? Linked list necə bir şeydir? Elə bilin ki, bizim belə bir qutularımız var və bu qutuların üzərində rəqəmlər var. Məsələn, bu 3-dür. Sonrakı olsun məsələn 5, sonrakı olsun 2, sonrakı olsun 7. Və bunun başlanğıcda buna bir dənə head adlı bir dənə nod işarə eləyir. Head başlanğıc, okey. Və hər nodda özündən sonrakını, hər qutuda özündən sonrakını işarə eləyir. Bu ən sadə linked listdir. Və belə bir və bizim əlimizdə bir dənə bu head var. Yəni başlaya biləcəyimiz bir dənə head var. Belə bir belə deyək, linked listdə, sadə linked listdə mən axırıncı elementi tapmaq istəyirəmsə, gərək bir-bir başdan başlayım. 1, 2, 3, 4 dənə axtarış edeyim ən azı ki, burada indi 4 dənə element var deyə, n-in sayı 4-ə bərabərdir. 4 dənə axtarış, 4 dənə addım icra edeyim ki, 7-ni tapa bilim, axırıncını tapa bilim. Amma məsələn, tutaq ki, buna bir dənə də biz data structures'ı bilirik, bir dənə də bunun axırına bir dənə belə bir şey də əlavə edə bilirik, tail. Bunu bu arada kodunu yazacağıq biz gələcək dərslərdə, yəni bir-bir praktik olaraq görəcəyik. Bunu əlavə edəndə artıq mənim əlimdə axırıncı item da var və axırıncı item da olduğuna görə avtomatik olaraq belə deyək, mən rahat şəkildə axırıncı itemi götürə bilirəm bir dənə etapla. Sadəcə deyirəm ki, tail hara işarə eləyirsə mənə onu ver. Vəssalam, axırıncı item budur. Yəni bir vahidə cəmi tapdım. Məsələn, bunu həll elədik. Amma bilməsəydik ki, tail deyə bir pointer qoya bilərik, eləyə bilməzdik. Bundan sonra davam eləyək. İndi bizdə hər element özündən sonrakını işarə eləyir və bu halda bizdə indi eləyə biləcəyimiz odur ki, məsələn, belə bir şey fikirləşək. Ortaya bir dənə ədəd qoymaq istəyirik, hər hansı bir. Ortaya demək əslində, gəlin deyək hardasa, okey, olsun head-ə bir ədəd qoymaq istəyirik, head noduna ədəd qoymaq istəyirik, yəni başa bir ədəd qoymaq istəyirik. Başa ədəd qoymaq burada məsələn çox rahatdır. Burada da bizə alqoritm kömək edir. Həm data structure, həm alqoritm köməkliyi gəlir. Məsələn, başa bir ədəd qoymaq istəyiriksə, bu head-ə head-in işarə eləyəcəyi həmin o təzə ədəd olacaq. Məsələn, tutaq ki, biz 10 əlavə eləmişik. 10-dakı bu başa əlavə eləməyimizə görə 3 sonrasında 3 gələcək və sonrasında 5 və s. bu şəkildə davam edəcək, belə deyək. İndi buranı belə kəsək qarışmasın. Və başa əlavə eləmək cəmi bir dənə prosesdir. Head-ə deyirik ki, sən artıq 10-san. Görürsüz, bu sadədir. Axıra da əlavə eləmək sadədir. Bir prosesdir. Bir dənə tail-i ora işarə eləyirik. Və amma ortalara əlavə etmək üçün gərək biz birinci gedək hələ tapaq onu. Məsələn, deyirəm ki, mən 5-dən sonra əlavə eləmək istəyirəm. 5-dən sonraya nəsə bir şey atmaq istəyirəm. Ona görə gərək birinci 5-i tapaq və 5-dən sonraya deyək ki, hə, səndən sonra məsələn mən 10 əlavə eləyəcəm. Yəni burada hər bir prosesin öz kompleksiti var. Bunu da praktik baxacağıq. Sadəcə demək istədiyim nədir? İndi bu single linked listi tək tərəflidir və rahat şəkildə məsələn bizə belə bir alqoritm verilsə ki, başdan sona bunu çap elə, rahat şəkildə head pointerdən başlayıb bir-bir keçəcəyik və hamısını çap eləyəcəyik. Amma desə ki, bunu tərsinə çap eləyə bilməyəcəyik, çünki biraz çətindir. Gərək gedək arxaya və arxadan qabağa qayıdaq, rekursiv bir şey quraq. Çünki hər nod ancaq özündən sonrakını işarə eləyir. Məsələn, 7-nin xəbəri yoxdur ki, 2 özündən əvvəl 2 var. Amma double linked listi bilsək, double linked listi özündən əvvəlkiləri də işarə eləyə bildiyinə görə indi burada belədir. Rahat şəkildə geriyə də iterasiya edə bilərik. Geriyə də listi çap edə bilərik. Bundan başqa circle'lər var və s. və ilə axır. Məsələn, stack var, queue var və s. Yəni çox versiyalarımız var. İndi bunların hamısı təbii ki, öyrəndikcə, praktik elədikcə daha yaxşı mənimsənilən mövzulardır. Amma ümumi olaraq burada belə deyək, data structures'ın əhəmiyyəti belə görünür ki, biz
bəzi hallarda ola bilər ki, belə bir şeyi, belə deyək, sıfırdan yazmaq lazım olsun bizə və bunu sıfırdan yazarkən, orada biz bəzi alqoritmlər istifadə eləməli olaq. Bu halda təbii ki, biz, ən azından əsas data structures'lar hansılardır, necə gedir proses və sair bunları bilməliyik. Növbəti dərsimizdə, kompleks haqqında danışacağıq. Kompleksdir ümumiyyətlə necə gedir proses, nədir kompleksdir, hansı kompleks növləri var və s. Bu dərs üçün düşünürəm bu qədər kifayətdir. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.